Deməli dostumuz yazıb ki, qaqa sizdən köynək aldım, içinin tükü hər yerə çıxır. Ümumiyyətlə bu tip yorumları çox görürəm. Mən ümumiyyətlə yorumlarda mən həmişə yaxşı yorumlar sağ olsunlar, bizi tərifləyirlər, yəni təşəkkür edirlər. Allah canlarını sağ eləsin. Amma mən həmişə pis yorumlara diqqət edirəm ki, qoy özümüzü düzəldək də, yəni səhvlərimiz nədirsə bilək. Bax yazıb ki, dostumuz köynək aldım, içinin tükü məni bezdirib, tükü çıxır. Dostlar, yəni bunu bizdən yox ha. Hardan alırsan al. İstəyirsən ən bahalı brend mağazadan al. Əgər üçiplik, söhbət üçiplik parçadan gedir. Üçiplik parçasarsansa onun ilk başda bax içinin mexi belə tökülə bilər. Altdakı maykaya çıxır və s. Bu da nəyə görədir? Çünki üçiplik parça internetdən videosunu tapsan qoyacağam buralara bir yerə baxın. Üçiplik parça didilərək hazırlanır. Yəni pambıq olur, bütöy. Didilib hazırlanır. Təzə alanda parçanın içinin mex hissəsi qalır. Bunu da nə etməlisiniz? Yəni alandan sonra ya bir dəfə yuyun ki, içinin mexi yatsın. Əgər görsəniz çox çıxır. Ya yuyun, ya da tərslə çevirib ütülüyün. Yəni bu onun qarşısını alacaqdır. Yenə deyirəm, yəni bu tək bizdən asılı olan bir şey deyil. Sən bunu istəyirsən get ən bahalı brend mağazadan al. İstəyirsən get belə xaricdən al, Avropadan al. Üçiplik parça alırsansa çıxacaq. Yəni onsuz üçipliyin də sezonu bitirir də, yəni yayda biz bunları artıq satmırıq. Bunlar qış üçün olan bir şeydir. Bəziləri deyə bilər ki, içinə astar tikin və s. Bəli, içinə astar tikirik, amma inanın ki, satılmır. Hamı bunu bu formada xoşdur. Yəni başı çıxan üçiplik parçanın dəyərini, qədrini bilən adamlar onu bu formada alırlar. Onun ləzzəti bundadır. Çünki bu buna yumşaqlıq qatır. Alandan sonra bir dəfə tərs üstünə çevir, iç hissəsini ütülə və yaxud yuyu, bu təmizlənib keçəcək, narahat olmayın. Məhsullarımız da yerli istehsaldır, öz istehsalımızdır. Yaxınlaş ünvanımızdan ala bilərsiniz. 28 may Pushkin 13A. Girin səhifəyə, ən birinci video ünvanı yol videosudur. Hamınızı gözləyirəm.